Şəmkir rayon məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə AXCP rəissiyyət heyətinin üzvü Şahin Həsənlinin məhkəməsi keçirilib. Məhkəmədə vəkillər Mənsum Bayramov, Əlayev Həsənov, KİV nümayəndələri Şahin Həsənlinin həmkarları iştirak ediblər. Şahin Həsənli İctimai Palatanın 2 aprel aksiyasından qabaq mart ayının 31-də Şəmkir rayonunda dostunun evində tutulub. İstintaq onun üstündən 5 ədəd patron çıxdığını iddia edib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə təqsirli bilinib. Dünən Şəmkir rayon məhkəməsi AXCP fəalı Şahin Həsənlini 2 il müddətinə azadlıqdan məhrum edib. Həsənli iyulun 21-də keçirilən prosesdə məhkəmə istintaqının səthi aparıldığını deyib. Onun sözlərinə görə həbsindən bir neçə gün əvvəl polis həm onun, həm də anasının evinə zəng edib, onunla maraqlanırmış. Lakin məhkəmə bu məqamı araşdırmayıb. Həsənli patronları cibinə onu tutan polis əməkdaşlarının qoyduğunu, heç bir günahı olmadığını bildirib. O, dövlət işində çalışan yaxın qohumlarının onun məhkəməsi prosesi müddətində işdən çıxarılmasını da hüquq pozuntusu kimi dəyərləndirib. Şahin Həsənli özünü ona qarşı irəli sürülmüş ittiham üzrə günahkar bilmir. Hesab edir ki, onun həbsi siyasi sifarişlə təşkil olunmuş işdir. Vəkil Mənsum Bayramov hökmün ədalətsiz olduğunu, Şəmkir rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini deyib.